şirniyyatdan çox istifadə olunur və ya da çox yemək yeyilir. Bu da həm həzm sistemini pozur, həm damarlar yüklənir. Damarların içi tıkanıqlı olduğu üçün, bağlı olduğu üçün qan axını zəifləyir və az hərəkət etdiyimiz üçün qanda qatılaşma yaranır. Qatılaşma da müəyyən vaxtdan sonra damarların içərisi kələ-kötür olduğu üçün bu insanların əksəriyyətində qanın hərəkətində ləngimə olduğu üçün orada kalsium duzları çökür, mənfəz zaralır. Bəli. Və hər hansı bir çökəklik yerdə də qanda laxtalanma, tromb əmələ gəlmə artır və belə bir tromb hər hansı bir qoparsa, damarda ilişib qalırsa, insult vəziyyəti verə bilir. Əsas odur ki, qulaqda, başda səs olur, baş gicəllənmə olur, boynun kökündə ağrı ola bilir, təzyiq kəskin surətdə qalxır, hətta iynə də vururlar, təzyiq düşmür. Bəzi insanlar qan alırlar ki, təzyiqin düşmür, müxtəlif təzyiq salıcı dərmanlar qəbul eləsə də. Və insan olunca da özündə halsızlıq hiss eləyir, narahatçılığı olur insanda, nəsə qəribə hisslər olur. Belə hallar olandan sonra çox vaxt insult ola bilir. Ona görə də təzyiqi olan insanlar, şəkəri olan insanlar, boyun fəqərlərində osteoxondroz güclü formada varsa, əlində, qolunda keyləşmə olursa, mütləq özlərinə vaxtında müalicə etməlidirlər. Bu şeylər deyəlim ki, hal-hazırda elə bir yerdə baş verir ki, orada həkim yox, bir şey yox. Həmin kənardakı adamlar necə müdaxilə etsinlər? Yəni həmin adam insult baş verəcəyi olan adam tərpənməlidir, tərpətməlidirlər. Su verməlidirlər ya yox, nə etməlidirlər və yaxud da nə etməməlidirlər? Mütləq təzyiqi, şəkəri korreksiya etmək lazımdır. Ən azından indi elə dövrdür ki, ayrı yerdən də həkim çağırmaq olur. Bəli. Həkim baxıb görəcək, amma xəstə uzanmalıdır, yaxası açılmalıdır, üzünə boyuna biraz su vurmaq olar. Mütləq təzyiq dərmanı verilməlidir. Xəstəyə sakitlik vəziyyəti yaratmaq lazımdır ki, həyəcanı olmasın. Çünki həyəcan olanda da təzyiq qalxır. Onları nəzərə almaq lazımdır və mütləq belə halda həkim çağırmaq lazımdır.